Salam, bugün Təhsil Könülləri YouTube kanalında yeni rubrika ilə qarşınızdayıq. Gəlin birlikdə Təhsil Könüllərinin sabiq sədri olan Taleh Mirzəyevdən könüllü hərəkatının əhəmiyyətini, onun sədr olduğu dövrdə yaşadığı maraqlı təcrübələri və məqamları birlikdə öyrənək. Salam Taleh müəllim, hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Yaxşı olasınız. Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz? Mən Taleh Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiriyəm. Məlum olduğu kimi buradayamsa, bir dönəmlər Təhsil Könüllüləri Tələbə Birliyinin sədri vəzifəsini icra eləmişəm. Eyni zamanda 10 ildən çox ümumilikdə müxtəlif tələbə və ictimai təşkilatlarda ictimai fəaliyyətim olubdur və bugün sizin qarşınızdayım. Qeyd etdiyiniz kimi siz Təhsil Könülləri Tələbə Birliyinin keçmiş sədrisiniz. Sizə ümumiyyətlə könüllü fəaliyyətini təşviq edən əsas səbəb nə idi? Mən biraz əvvəl qeyd etdiyim kimi könüllülük fəaliyyətim Təhsil Könüllüləri Tələbə Birliyi təşkilatı ilə başlamayıb. Əslində bu hardasa 2012-ci ildən 13-14 il əvvələ dayanır. İlk dəfə kollec təhsil alarkən 15-16 yaşlarımda ictimai fəaliyyətə başlamışam. Orada tələbə təşkilatının rəhbəri vəzifəsində çalışmışam. Sonra isə bakalavr və magistr pilləsində Pedaqoji Universitetdə təhsil alarkən müxtəlif tələbə təşkilatlarında bu fəaliyyətimi aktiv şəkildə davam elətdirmişəm. O ki qaldı ictimai fəaliyyətə məni nəyin cəlb eləməsinə, istər-istəməz insan özünü dərk edəndən sonra cəmiyyətin və özünün inkişafı üçün ətrafındakılara bir fayda vermək üçün dəyər yaratmaq istəyir və müxtəlif şəxslər bunu müxtəlif cür həyata keçirirlər. Ailəsində, işində, müəyyən könüllülük, xeyirxahlıq tədbirlərində və s. Görünür ki, bizdə də belə formalaşıb. Sədr olduğunuz müddətcə təşkilatdakı əsas prioritetləriniz nələr idi? Ümumiyyətlə təkcə təhsil könüllülərində yox, bütün ictimai fəaliyyət dövründə dediyim kimi birincisi dəyər yaratmaq və bizim komandamızda olan və olmayan bütün tələbələrə bu müsbət dəyəri aşılamaqdır. Amma sırf Təhsil Könüllüləri Tələbə Birliyinə gələsi olsaq, bildiyimiz kimi Pedaqoji Universitet ölkəmizin ən böyük universitetlərindən biridir və burada müxtəlif sahələri əhatə edən təxminən 40-dan çox tələbə maraq klubları və 7-yə qədər tələbə təşkilatı fəaliyyət göstərir müxtəlif sahələr üzrə. Təhsil könüllüləri isə daha çox tələbələrin özünün təhsil, pedaqoji fəaliyyətinə daha çox dəstək verən və bunu ictimai formada dəstəkləyən bir təşkilatdır və təşkilatın ilk qurulduğu dönəmlər hardasa fəaliyyətə yeni başladığı dönəmlər olardı. Məndən əvvəlki ilk xanım sədrimiz Aysiyə Sadıqova və sonra isə mənim dövrümdə bu mən hər ikimizin dövrünü əslində quruculuq dövrü kimi xarakterizə edirdim. Niyə? Çünki bu qlobal miqyasda COVID-19 pandemiyasına və s. tuş gəlmişdi. Ona görə də müəyyən mənada elə təşkilatın prioritetlərini yaratmaq və möhkəmlətmək, oturuşdurmaq da hardasa müəyyən qədər rolum olubdu. Dediyim kimi əsas məsələ tələbələrin təhsil yönümlü layihələr, hansı ki bunlar normativ onların öz tədris proqramına daxil olan fəaliyyətlərdən başqa təhsillə bağlı ictimai olaraq onlara dəstək verə biləcək layihələrin, belə deyim, inkişaf etdirici müəyyən istiqamətlərdə dəstək vermək. Layihələr barədə danışdınız. Sizin fikrinizdə təhsil könüllərində həyata keçirdiyiniz ən uğurlu layihə hansı olub? Həmin layihə barədə biraz danışa bilərsiniz? Mən dediyim kimi əslində fəaliyyətimizdə biraz çətinlik var idi. Çünki mənim sədrlik dövrüm tamamilə koronavirus dövrünə təsadüf edibdi. Amma təbii ki, böhran varsa bu özlüyündə bir fürsət də yaradır. Biz də həmin dövrdə, bu gün də bildiyim qədər sizin indiki komandanızın da bu xətti uğurla davam elətdirdiyimiz şagirdə tələbə dəstəyi layihəsini xüsusi vurğulamaq istəyərdim. Xüsusilə qeyd eləmək istəyirəm ki, bu birbaşa layihə kimi mənim məhsulum deyil, amma bizim komandanın məhsuludur. Bizim könüllü tələbələrimiz, komandamızın üzvləri var idi. Onlar belə bir ideya ilə çıxış elədilər və biz təşkilat olaraq bu layihəyə dəstək olduq. Hansı ki, bu sırf həmin dövrdə, başladığı dövrdə düşünürəm ki, bütün universitetlər arasında rezonans doğuran bir layihə idi. Biz fiziki təhsildən, məktəbdən uzaqda qalmış şagirdlərimizə onlayn qeydiyyat vasitəsilə, səhv eləməsəm,
20-30 arası müxtəlif rayondan yüzlərlə 1-ci sinifdən 9-cu sinifə qədər şagirdləri biz cəlb elədik. Tələbələrimiz arasından kastinq əsasında müraciət edən belə deyim, hardasa çox güman ki, bir 200 idi ya nə qədər tələbələrimizin arasından 30-40 nəfər tələbələrə uyğun gələn, tədris eləyə biləcək tələbələri seçdik və bu tələbələr o şagirdlərə əlavə kurslar şəklində möhkəmləndirmə dərsləri verməyə başladılar. Sonradan artıq sizlərin dövrünüzdə günü bu günə qədər bu layihə uğurla davam edir və bir necə deyim, artıq layihə halından proqram xarakteri almış bir hala gəlibdi və bu gün artıq fiziki formada müəyyən məktəblərdə canlı ekskursiyalar, canlı belə deyim, dərsdən əlavə dəstək xidmətləri, yaxud da ki, fiziki olaraq tələbələrimizə dərslik və sair belə deyim, dəstəyi göstərən bir layihəyə çevrilib. İkinci bir layihə isə eyni zamanda 2020-21-ci illər pandemiya dövrü ilə yanaşı, distant dövrü ilə yanaşı eyni zamanda bizim tarixi zəfərimizin qazanıldığı dövrdür. O dövrdə informasiya savaşı xüsusilə böyük önəm daşıyırdı. Sözsüz ki, ondan əvvəl və sonra da bu gündən çox aktualdır. Amma həmin gün üçün o tələblərə cavab vermək üçün biz əvvəlcə təşkilat olaraq, sonra isə bu gün də mənim çalışdığım universitetin ictimaiyyətlə əlaqələr komandasının da dəstəyi ilə internet resurslarında universitetimizin qəhrəman şəhidləri, hansı ki bizim tələbələrimiz, məzunlarımız arasından olan şəhidlərin haqqında məlumatların geniş auditoriyaya çatdırılması məqsədi ilə könüllü qruplar yaradıldı. Sonra bu layihə formasında Wiki adlı layihəsi şəklini aldı və burada biz 50-dən çox gəncə belə deyək, Wikipedia platformasında məqalə yaratmaq, onları redaktə eləmək, düzəlişlər eləmək və s. bunun kimi təlimlər verməyə başladıq. Nəticədə də müəyyən nəticələrimiz göz önündədir. Artıq dediyimiz kimi Pedaqoji Universitetinin 20-yə qədər şəhid tələbə və məzunu var Vətən müharibəsi və sonraki dövrlərdə. Onların hər biri haqqında internet resurslarında məlumatlar yerləşdirildi. Eyni zamanda elmi müxtəlif sahələrinə aid təxminən 50-100 arası məqalə, yeni məqalə yaradıldı. Yüzlərlə məqalə isə redaktə olundu. Maraqlı suallardan biri də budur ki, təhsil könüllülərinin keçmiş fəaliyyəti ilə hal-hazırdakı fəaliyyətin arasındakı fərq nədir sizcə? Yəni siz nə fərq görürsünüz? Bilirsiniz, istənilən bir fəaliyyət başladığı dövrdən sonraya doğru inkişaf eləyir. Bu inkişaf müsbət də ola bilər, mənfi də ola bilər. Təşkilatlar da belədir, insanlar da belədir. Konkret olaraq bizim təhsil könüllüləri tələbə birliyinə gəlsək, təbii ki, bayaq qeyd etdiyim kimi bizim dövrümüzdə müəyyən belə deyək də təməllərin atıldığı bir dövr idi. Çox yaxşı ki, bu gün o təməllərin yüksələn xəttlə inkişaf elədiyini görürük. Bizdən sonraki bir neçə heyət dəyişib, hər bir heyət yeni dəyər qata-qata bugünkü belə deyək, təşkilatlar, universitetdəki tələbə təşkilatları arasında sayılıb seçilən layihələrinin keyfiyyəti ilə, faydalılığı ilə tələbələrə fayda qatan bir təşkilat halına gəlibdir və arzu edirəm ki, bundan sonra da bu fəaliyyət yüksələn xəttlə davam eləsin. Və son olaraq siz gənclərə könüllü fəaliyyətini təşviq etmək üçün hansı tövsiyələr verə bilərsiniz? Bilirsiniz, bu biraz əslində individual məsələdir. Başda dediyim kimi də əslində hər bir insan müəyyən bir yaş dövrü, müəyyən bir həyat keçdikcə o dərk eləyir ki, belə deyək, o hansı sahədə özünü göstərə bilər. Çünki insanın xarakteri və təbiəti elədir ki, o fəaliyyətdə deyilsə, istər-istəməz özünü narahat hiss eləyəcək. René Descartes deyirdi ki, istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır. Amma konkret olaraq tövsiyə məsələsinə gələndə bunu Mikhail Müşfiqin bir bəndi ilə deyə bilərik, Duyğu yarpaqları şeirindən. Deyir ki, istər bəstəkar ol, istər nəqqaş ol. Şair ol, rəssam ol, heykəltaraş ol. Yaratdığın şeyi sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol. Çox sağ olun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Sağ olun, təşəkkür edirəm.